Bir bəyin işçisi gəlir yanına. Bəy, sən mənə niyə 5 manat maaş verirsən? Amma o biri işçinə 10 manat maaş verirsən. Bəy deyir ki, çöldən nəsə səs gəlir. Get gör bu nə səsdir. İşçisi gedir, baxır, gəlir, deyir, ot satırlar. Deyir, hardan gətiriblər? Gedir, qayıdır, bir də deyir, qonşu kənddən gətiriblər. Deyir, yaxşı, bu ilki otdur, yoxsa keçən ilki otdur? Bir də gedir, qayıdır, deyir, bu ilki otdur. Bəy deyir, yaxşı, neçəyə satırlar? İşçi deyəndə ki, bir də gedim baxım, bəy digər işçini çağırır, hansına ki 10 manat verirdi. Ondan soruşur ki, çöldən gələn nə səsdir? İşçi deyir ki, bəy, ot satırlar. Qonşu kənddən gətiriblər. Bu ilki otdur. 2 manata deyirlərdi, 1 manata danışmışam, artıq boşaldırlar. Onda bəy qayıdır o birisinə deyir ki, indi başa düşdüm, mən sənə niyə 5 manat verirəm, ona 10 manat verirəm. Yəni biz hərdən iş tapmıram deyəndə, işim pisdir deyəndə düşünməliyik ki, mən rəhbər olanda özüm kimi işçi ilə işləmək istəyərdimmi, yoxsa yox? Bunu bir düşünək.